Sabah Araz qarşılaşması ilə davam eləyək. Maraqlı bir qolla start götürdü görüş. Xəyal Əliyevin qolu. Benni dərhal bərabərliyi təmin etdi. Artıq 11-ci dəqiqə idi, qarşılıqlı qollar vurulmuşdu. İkinci hissədə də eyni ssenari aşağı-yuxarı oldu. Çakla Sabahı önə keçirdi, amma Ülvi İskəndərovun əzmi çağırlar. Amma deyirdi məsələn, Ülvi Bax, Ülvi deyirdi ya, bir əvvəlki verilişimizdə demişdik Ülvi İskəndərov. Ülvi də oradan da bax, belə oyunların qəhrəmanıdır. Sonradan meydana çıxsın. Düzdür, burada əsas heyətdə idi Ülvi İskəndərov. Ki, o uşağı, o futbolçuya müəllimin, məşqçinin inamı olmasaydı, Qəbələdən məsələn, komandaya gələndə Elmar müəllim o futbolçunu özündən gətirmir. Çünki inanır, bilir ki, bunun potensialı var, şans da verir, oyunlara da çıxır. Yaxşı da qol vurdu. Sonradan və həmin o pası məsələn, Allah verəndən sonra həmin o anda sən 2 saniyənin içində topu qəbul elə və sırazı da uzaq güncə vurginə, yəni bir balaca yubatsaydı 1 saniyə, bəlkə də orada udarın qabağını kimsə zərbənin qabağını kimsə kəsəcəkdi. Söhbət elə ondan gedir ki, yəni komandada heç birinə enişməm məsələn görmürəm. Çünki oyunların hamısına gedirəm, komandamız oynayır, baxırıq. Doğrudan da oyun baxımından normal futbol sərgiləyir və düzdür, indi problemlərimiz var, hansı ki əsas hücumçu komandanın o lap qabaqda olan o nizənin ucu batıranı məsələn yoxdur, indi bərpa prosesi keçir. Yəqin ki, indi gələcəkdə Allah qoysa qayıdacaq sıralara. Vəziyyəti necədir ümumiyyətlə? Hansı müddətə qayıdacaq? Ayaq biləyidir də, yəni o futbolda elə bir şey. Təxminən nə qədər müddətə qayıda bilər? Nə bilim vallahi, yəqin bir ay çəkə bilər, yoxsa bəlkə də 1-2 həftə, 3 həftə yəqin ki, inşallah qayıdacaq. Çünki o fizioterapiya keçir. Özü elə bir futbolçudur ki, yəni doğrudan da komandanın ehtiyacı var və baxmayaraq ki, yəni komandadan qıraqda qalıb, yenə də komanda yanındadır, dəstəkləyir komanda. Yaxşı, bu hesabı hansı komandanın lehinə yazmaq olar? Oyun baxımından sənə deyim, Araz Naxçıvan məncə yəni daha belə kreativ, yaradıcı, daha belə şey görsənirdi. Amma qolları da belə baxanda məsələn o Araz Naxçıvanın qapıçısı da məsələn stabil dayanan qapıçıdır və o birinci qolda hansı ki müdafiəçilərlə məsələn qapıçının arasında həmin o olan o anlaşılmazlıq. Çünki o kommunikasiya bayaq Instagramda baxıram, Zalzburgun Bavariya ilə oyunda videosunu qoyublar. Qapısından tutmuş, nə bilim futbolçularına kimi hamı bir-birinə danışır. Kommunikasiya qardaş birinci ən vacibi də qapıçız müdafiə xəttini idarə eləməlidir. Bütün oyunu idarə edir. Çünki ən axırda bax, kənardan baxan, meydanı aydın görən qapıçıdır. Sən oraya yaxın dur, dalında oyunçu var, çıxırıq, out. Açıl, top istə. Yaxın oyna. Olmaz. Danışıq olmalıdır. Onlar indi komanda öz aralarında danışır, müdafiə xəttində danışır. Sadəcə olaraq bu momentdə bir dənə məsələn o danışıq olmamaq, qapıçı da istəyir ki, oradan oyunçunu görmürdü ki, qabaqlayacaq. Bax, orada kommunikasiyanın olmaması. Bir dənə orada elə bil bax o konsentrasiyanı itirmək və orada kommunikasiyanın olmamağı və yaxud da qapıçı məsələn belə bir dənə başını çevirib görsəydi ki, oradan həmin o pasa oyunçu gəlir, inandırım sən belə dayanıb topu götürməyəcək. O artıq bir addım topa tərəf qoyub zamanlama söhbəti var. Götürəcək onu. Çünki görmədi həmin moment. Yəni belə baxanda elə asan qol hələ komanda çempionatda bizə heç kim elə asan qol vuran olmamışdı yəni. Amma ona baxmayaraq komanda o məncə Araz Naxçıvan üçün bu bir xal, hətta qələbəyə düzdür biraz ağır səslənər, daha artıq səslənər, məncə qələbəyə bərabərdir. Yəni çox vacib bir xal idi. İnandırım səni çempionatın sonunda yəni hər komandadan, həm də ki sən qardaş səfərdə oynayırsan da. Bəs onu deyirəm. Səfərdə oynayırsan, hesabda geridə sən bərabər eləyirsən, təzədən ikincidə və Zirə ilə də hazırda xal fərqi 2-yə bərabərdir. Yəni ciddi bir şey yoxdur. Yenə də ikinciliyə oynayacaq, davam eləyəcək. Qardaş, bütün sezon bitənə qədər qardaş, hamı bilir ki, tutaq ki, Qarabağ komandası hal-hazırda yenə neçə veriliş deyirlər, həmişə də demişik ki, yəni bu dəqiqə indiki vəziyyətdən yəni konkret potensialli liderdir və çempionluğa hardasa 99%, 99,9% çempionluqda. Yəni başqa bir möcüzə, sürpriz olmasa çempion. İkinci yerdə çempionatda da sən təsəvvür elə ki, biri var, məsələn, sən bu oyunu gümüş medal taxalar. Bir də var məsələn birinci medal. Və mövsümün əvvəlində desəydin ki, bu çempionatın yekununda ya Zirə, ya Araz Naxçıvan ikinci olacaq, heç kəs inanmazdı. Heç kəs. Neftçini deyərdin, Sabahı deyərdin. Düzdür? Heyət baxımından Neftçi Sabahı deyərdin ilk üçlükdə, Qarabağdan sonra. Tovuzu məsələsini deyərdin beləsə. Deməzdin. Bəs onu deyirəm də, Turan Tovuzla Araz Naxçıvan ağla gəlmirdi. Amma indi baxırsan ki, məsələn futbolçu Zirə 2-dədir, Araz Naxçıvan 3-dədir. Amma mən məsələn Turan da 4-dədir. Futbolçu kimi şey eləyəndə, analiz eləyəndə, götürəndə, fikirləşəndə. Mən məsələn
komandaya qurban verdiyi və gətirən kimi mən dedim ki, sən Nəsə var. oyun çıxardacaqlar. Başa düşdün?